Ailə bir ağacdır. Zamanla çiçək də açar, yarpaq da tökər. Mənim ailəm də bir ağacdır. İlbeyl böyüyən böyük bir ağac. Bu ağac illər əvvəl əkildi. Sevgi və qayğı ilə qol-budaq atdı. İlk barı tumurcuqladı. Böyüməsi üçün zəhmət çəkildi. Zaman sərf olundu. Nəhayət, illər ötdü, zəhmətimizin ilk barı yetişdi. Bu bar, ailə ağacımızın bəzəyi oldu. İldən ilə ailə ağacımız böyüdü, budaqlar artdı. Yeni budaqlar arasında çiçəklər açdı, yarpaqlar pöhrələndi. Bu budaqların hər biri böyüyüb, gələcəkdə böyük bir ağacın qol-qanadı oldu. Əkdiyimiz ağacın dadlı meyvə verməsi üçün əlimizdən gələni əsirgəmədik. Böyüməkdə olan meyvələrə qurd düşməsin deyə tədbirimizi vaxtında gördük. Ətrafını çör-çöpdən, alaqdan təmizlədik, qurumuş yarpaqlarını qopartdıq, budaqlarını budadıq. Zamanla ailə ağacımız xəzan dövründə yaşadı. Əsən güclü küləklər, qopan fırtınalar ailə ağacımızdan yan keçmədi. İri gövdəsini sirkələyib, yarpaqlarını göyə sovurdu. Fırtına uzun çəkdi. Lakin bu fırtınadan çıxmaq üçün ailə ağacımız məğrur dayandı. Torpağın dərinliyinə uzanan kökündən möhkəm yapışdı. Ancaq biz inandıq. İnandıq ki, yenə yaz gələcək. Ailə ağacımız çiçək açıb yenidən bar verəcək. Yeni qol budaqları, yarpaqları əmələ gələcək. İnandıq ki, gün gələcək ilbel böyüyən ağacımızın kölgəsində yığışıb, barından yenə dadacağıq. Gövdəsinin torpaq üzərində möhkəm dayanması üçün ailə ağacımızı birlikdə qoruyacağıq. Ailə bir ağacdır. Sevgi, sədaqət və ümidlə qidalanarsa, fırtınalar qarşısında möhkəm dayanar.